Salam dostlar, gördüğünüz kimi bugün bize belə bir kartof bitkisi müraciət edib. Mən bir fitopatoloq olaraq nə etmişəm onu deyim sizə. Deməli, ilkin olaraq zərərvericilər gördüyünüz kimi hamımızın juk kimi tanıdığı Colorado böcəyini tapmışam. Və paralel olaraq da torpaqda belə bir pup mərhələsində olan bir həşəratı tapmışam. Bunu da yetişdirirəm. Baxaq buradan nə çıxacaq. Paralel olaraq gördüyünüz kimi kartof yumruların vəziyyətini görürsünüz. Bunun üçün də həm göbələk üçün, yəni həm Phytophthora, həm Fusarium üçün şübhələndiyim üçün bunları bu şəkildə PEDA, Karot Agara, Chaptox Agara və sintetik nutrient agarda yetişdirirəm. Yəni belə deyək də Fusarium və Phytophthora'dan şübhələnirəm. Paralel olaraq da torpağında nematodların təyinatı aparılacaq. Bir də kartof xərçəngi üçün test ediləcək. Demək, bizə belə bir kartoflar gəlib. Yarısı belə yaşıldır, yarısı da belə su kimi də krem. Dostlar, bu gördüyünüz Fusarium göbələyinin sporudur. Aypara şəklində. Gördüyünüz kimi burada Alternaria göbələyinin də sporu var. Yəni belə deyək, birinci Fusariuma yolğu, Fusarium saprofit göbələyidir. Onu torpağa çevirmək üçün isə belə deyək, devrəyə qidalanması dayanan yarpaqları artıq torpağa çevirmək üçün Alternaria göbələyi və Rhizopus göbələyi gördüyünüz kimi ağ kiflər. Bu da dostlar Rhizopus göbələyi görürsünüz başında papaq kimi. Rhizopus göbələyinin sporunun quruluşudur belə. Deməli, həm də köklərindən nümunə götürərək nematod olub-olmamağını yoxlayacaq. Deməli dostlar, üst hissə atılır. Bizə lazımdır buradan aşağı hissə. Sonra da bu çaşka petriyə süzülüb baxacaq. Deməli, biomikroskopda da kompüterin ekranına yansıma ilə sizə göstərirəm nematodu. Hərəkət. Daha yaxından. Gördüyünüz kimi bu kartoşkalarda həm bakteriya, gördüyünüz kimi həm saprofit göbələklər, həm viruslar, həm də bu cür gördüyünüz bu ağ sirayətlənmələr Fusarium göbələyinin lifidir. Aqronom dostlarımızın fikirləri mənim üçün maraqlıdır. Bunu törədən, daha doğrusu bu kartoşkada virus, bakteriya, göbələk
və Colorado böcəyi aşkarlanıb. Səbəb nə ola bilər? Bağlılıq. Bu da dostlar həmin o sürfədən çıxan milçəkdir.